Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Zaur Baxşəliyev, əməkdar artist Elnarə Abdullayevanın qızının təhsil aldığı halda çalışmaması haqqında fikirlərinə münasibət bildirib. Xəbər verilir ki, Zaur proqramında bildirib ki, qadına təhsil önəmlidir. Elnarə xanıma deyirlər ki, qız işləməyəcəksə niyə ona diplom aldınız? Vacib deyil ki, qız diplomu işlədəcək və ya yox. Çalışacaq ya da çalışmayacaq. Allah hər bir qadına əl yox, əl çörəyi yetirsin. Hər bir qadının arzudur ki, sağlam və sağlam düşüncəli həyat yoldaşı olsun. Qazansın, gətirsin, yesin, içsin, gəzsin, kef etsin. Əylənsin, xoşbəxt yaşasın. Qadın kefindən işləsin, qazanıb özünə xərcləsin. Gətirib evi saxlasın, düşüncəsilə çalışmasın. Amma təhsil vacibdir. Qeyd edək ki, aparıcı Ülvira Qarayeva verilişində qonaq olan zaman əməkdar artist Elnarə Abdullayevaya qızı ilə bağlı qızın diplomu cehiz kimi aparıb. Onun yerində başqası oxusaydı, cəmiyyətə qarışacaqdı. Başqasının haqqını yerib sözlərini deyib. Müğənni isə ona diplom kimisə çalışması üçün deyil. Bütün qadınlara əl çörəyi arzulayıram. Ürəyi istəyirsə getsin çalışsın. Öz haqqıdır, imtahan verib girib. Pulla onu ora qoymamışıq. Pul verib yerində otursaydı, başqasının yeri olardı cavabını verib.